Bizim müsahibəyə dəvət olmamağımız deyək ki, CV yerindədir. Yəni CV-miz tam əhatəli şəkildə bütün vəzifə öhdəliklərimizi, professionallıq yerindədir. Bizim müsahibəyə dəvət almamağımız CV-nin zəif olmasından da irəli gəlmir. Onu da deyim. Ola bilər ki, həmin namizəd həmin vakansiya üçün overqualified olsun. Yəni tərcümə eləyirəm. Onun bacarıqları Üst həmin səviyyədə vəzifə olsun. öhdəliklərinin üst səviyyədə olsun ki, bu mənim başıma gəlmiş bir hadisədir. Mən bir X şirkətinə bir X zamanında müraciət eləmişdim. Həmən HR mənə telefonda zəng elədi. Bu arada birinci dəfə eşidirəm bunu. Hə, olubdur. Yəni 2 dəfə başıma gəlib mənim belə bir şey. 2 HR-dan 2 dəfə telefonda müsahibə almışam. Bu əslində normal bir şeydir. Yəni bu HR-ın qeyri-professional olduğu anlamına gəlmir. Sadəcə HR-ı maraqlandıran bir-iki sual var ki, onlar da tam yerində otursa müsahibəyə dəvət ala bilər. Ona görə HR bunu edir telefonda. Mənə zəng elədi və dedi ki, Fəxri bəy, siz bu vakansiyaya müraciət eləmisiniz. Maaş bu qədərdir və sizin öhdəliklərinizə baxırıq, karyeranıza baxırıq, təhsilinizə baxırıq. Bu vakansiya üçün siz overqualified-sınız.